Salam, hər vaxtınız xeyir olsun. Qrammatikasının izahını verdim. İndi isə başlayaq mətn izahlarına. 9-cu sinif buraxılış imtahanı bugün keçirilən imtahanın 20 aprel. Başlayaq. Yeni ada mətni. Mətnlər ümumiyyətlə rahatdır. İkinci mətn də rahatdır. Bir o qədər çətin deyil. Qrammatikası da rahat idi. İnşallah yaxşı yazmağı bacarmısınız. Başlayaq birinci sualdan. Mətni oxumuşuq. Yəqin siz də oxumusunuz. Mətnə əsasən hansı sualları cavablandırmaq olmaz? Kənd sakinləri yeni ada haqqında necə xəbər tutdular? Bunu cavablandıra bilərik. Gəlmə, yəni oraya yeni gələn biri onlara xəbər verir. Bunu deyə bilərik. Elin atasını qana düzəldən ustanı adaya göndərməyə nə vadar edir? Bunu düşməyib, bunun da cavabı var. Çünki deyir ki, onlardan bir səs varaq yoxdur. Get gör nə olub. 2 də var. Sonra, kənd sakinləri nə üçün çətin güzaran keçirirlər? Bunun səbəbi yoxdur mətndə. 3. İnsanlar yenidən öz kəndlərinə qayıda bilməməsinin səbəbi nə idi? Bunun səbəbi var, çünki həddən artıq burada var idi. O qədər kökəliblər ki, yerindən tərpənə bilməyiblər. Bu var. Nə üçün yeni adada torpaq öz adamların əvəzinə işləyir? Nə üçün yeni torpaq öz adamların əvəzinə işləyir? Bu da məlum deyil bizə. 3 ilə 5. C. Mətndə nöqtələrin yerinə hansı ifadələr yazılsa məzmuna xələl gəlməz. Yəni mətn pozulmaz. Hardadır? Bu adamlar nəinki işləməyi, hətta fikirləşməyi də yaddan çıxarıblar, unutublar. 1 ilə 3. Sonra 2 ilə 4 olmaz. 1 ilə 3 olanda cavab nə olacaq? C variantı. Hansı aforizmlərlə mətndəki əsas fikri əsaslandırmaq mümkündür? İnsanın vaxtından əvvəl qocaldan bir şey varsa, o da tənbəllikdir. Deyir ki, bunlar tamamilə nə olub? Adamlar yatır, su içməkdən kənar. Bax, cavanlar dəyişiblər, qocalıblar. Bax, burada biz əsaslandıra bilərik ki, bundan uyğundur. Hər böyük işin yalnız başlandığı çətin görünür. Burada çətinlikdən söhbət getmir. Yəni, işlərin asanlaşmağından söhbət gedə bilməz. İşləməyən dəmiri öz pası məhv edər. Elə onların işləmədiklərinə görə 1-3. Sonra dəyərli məsləhət qızıl qiymətindədir. Məsləhətdən söhbət getmir. Vicdan məhkəməsi ən ali məhkəmədir. Vicdanlıqdan da söhbət getmir. Olacaq nə? B variantı. Sonra mətnə əsasən hansı fikirləri təsdiq etmək mümkündür? Kənd sakinləri xəstəliyin nə olduğunu bilmirdilər. El atası kəndin ancaq yaşlı sakinləri üçün ustaya qanat sifariş vermişdi. Xeyr, 2 yanlışdır. Biz 2-ni silərik. Sonra adanın yeni sakinləri aktiv həyat tərzi keçirirlər. Xeyr, passiv həyat tərzi keçirirlər. Biz 3-ü də silərik. El atası adaya gedənlərin aqibəti ilə bağlı təlaş keçirir. Bəli, ustanı göndərir. 4. Əksər insanlar öz ölkəsini tərk etmirlər. Bu da doğrudur. Ölkə deyəndə adanı tərk etmirlər. 1, 4, 5 D variantı. Əvvəlində işarə qoyulmuş ifadələr. Biri 3 bucaq, çörəkləri daşdan çıxırmış ifadəsi, digəri isə əlləri işdən soyuyur. Deməli, baxaq, işləməyə həvəsi, marağı azalmaq bir uyğun olar nəyə? Əlləri işdən soyuyur. Bir uyğun olur bura. Zəhmətə qiymət verilməmək bu deyil. Dolanışığı güzəranı pisləşdirmək bu da deyil. Çox çətinliklə, əzab-əziyyətlə pul qazanmaq, çörəyi daşdan çıxmaq bu olar. 4-1, cavab nə olacaq? D variantı. Bir işə mane olmağa çalışmaq, buradan da söhbət getmir. Mətnin əsas hissəsinə uyğun olaraq plan ardıcıllığını müəyyən edin. Adamları mətnləşdirən əmək bu giriş hissəsindədir. Biz birləri silərik. Sonra el atasının təlaşı əsas hissədədir, bəli. İnsanları yeni adaya aparan vasitə 3-2-dən qabaqdırsa, bu olacaq C ilə. Sonra şirinlikləndirici xəbər, bu da əsas hissədədir əvvəldə. Sonraki peşmançılıqdan söhbət getmir burada. El atasının növbəti tapşırığı, bu da hardadır? Sonlara doğru. Deməli 4, 3, 2, 6. Mətnə əsasən uyğun fikirləri müəyyənləşdirin. Doğrunun altdan doğrunu, yanlışın altdan yanlışı. Rahat şəraitdə yaşayan kənd sakinləri yeni ada haqqında eşitdilər. Rahat şərait haqqında rahat yaşamırdılar. Yeni adada işləməyə ehtiyacın olmaması kənd sakinləri ora getmək istəyini yaradır. Bəli, qırğın yaradır aralarında. Yeni ada haqqında eşidən kimi el atası kənd adamlarının xahişini, xeyr, xahiş yox, özü onlar üçün yaradır. 3 yanlış. Adaya gedən və insanların yeni həyat şəraiti ilə tanış olan usta onlara kömək etməkdə aciz qalır. Bəli, o qədər kökəliblər ki, heç nə edə bilmir. Bu da doğrudur. 2, 3, B variantı. Uyğunsuzluq yaradan səbəb nəticə. Kənd sakinləri işə olan marağının itməsi, el atası ustaya qana sifariş edir. Bəli, bu var. Yeni adadakı xoşbəxt həyat ustanı cəlb edir. Ustanı cəlb etmir. Bu özü onları göndərirlər. Özü oraya adaya getmək üçün bunu el atası ona göndərir. 2 yanlışdır. Zəhmətsiz həyat insanları tanınmaz hala salır. Adaya gedən usta təəccüblənir. Bunun nəticəsidir, bəli. İnsanlar get-gedə işləməyə maraqlarını itirirlər. El atası onları kəndə saxlamaq üçün belə bir şey yoxdur. Gəlmə yeni ada haqqında məlumat verir.
Bütün sakinlər bir dəfəlik kəndi tərk edirlər. Hamısı yox, yarısı. Bu da səhvdir. 2, 4, 5, B variantı. El atası başçılıq etdiyi elin qayğısına qalır. Dediyini mətnlə təsdiq yoxsa təsdiq etmək olar. Təksib yəni inkar. İnkar. Təsdiq isə yəni təsdiq edə bilərik də. Seçimimizi biz təsdiq edə bilərik. Cümləmizdə yaza bilərik ki, çünki mətndə gördüyümüz kimi el atası onlar üçün rahat yaşamaqları üçün yer göndərir. Sonra onlarla maraqlanır ki, yenidən üstanı onların dalıyca göndərir və s. və s. Belə fikirlər yazsaz doğru olar. Buradan bilmirik, yəni 46 orada nə olacaqsa onlar əsasında yazacaqsınız yəqin ki. Azərbaycan mozaika sənəti mətni. Publistik mətndir, mətnə baxaq. Mətnə əsasən doğru fikirləri müəyyən edin. Sadə və mürəkkəb həndəsi figurlar orta əsrlərdə yaranmışdır. Belə bir şey yoxdur. Rəngli şüşələrdən, ağac parçalarından istifadə edilərək mozaikalar yaradılmışdır. Bəli, var burada. Haradaydı bu? Ağaclardan və s. Bu var. 2. Sonra. Nizami metrosundakı mozaikalar hazırlanırkən Nizami Gəncənin xənsəsinə müraciət edilmişdir. Bu da doğrudur. Sonra müxtəlif materiallardan hazırlanan günəş, torpaq, su, bitki təsvirlər bərpa olunmuşdur. Bərpa olunmamışdır, yenidən hazırlanmışdır. Ölkəmizin müxtəlif bölgələrində mozaikalardan istifadə olunmuşdur. Bəli, Naxçıvan varsa, Nizami metrosu varsa, Ağdam varsa, bu hamısı doğru olacaq. 2, 3, 5, Y. Hansı ifadə nöqtələrinə yerinə əlavə edilsə, mətni məzmununa xələl gəlməz. Bu gün də hardadır? Deyir ki, öz şüşələr orijinallığını qoruyub saxlanılır. Da olacaq nə? C. Mətnə əsasən uyğunsuzluq. Nizami metrosundakı mozaikalardan istifadə olunub. Bakı metrosu dünyanın icazkar tərtibatı metrolarından biri hesab olunur. Bu doğrudur. Sonra 1 olar, bu da 2 olar. Zaviyyə məscidi mozaikalarla bəzədilib, Naxçıvanda mozaika yaranıb. Bunun səbəb nəticəsi deyil. 2 uyğunsuz. Zəfər Mirgizdə qəhrəmanın şərəfinə hazırlanan mozaika nümayiş olunur, milli qəhrəman şərəfinə. Mozaika generalın ailəsinə bağışlandı. Bu onun nəticəsi deyil ki. Səbəb nəticə ola bilməz bu. 2, 3. Ağdam şəhəri işğal altında olub, Ağdam Çörək Muzeyinin mozaika hissəsinə ciddi ziyandayıb. Bu da mətnə əsasən doğrudur, olacaq B. Mətndə məlumat var, mətndə məlumat yoxdur. Mozaikalarda istifadə olunan materiallar eyni olmaya bilər. Bəli, daş da ola bilər, şüşə də ola bilər, var. Mozaika nəm suvaq üzərinə düzülə bilər. Mətnin giriş hissəsində bu barədə məlumat var. Zaviyyə məscidinin bütün divarları mozaika, bütün yox, yalnız giriş qapıları deyir. Elə bir şey var orada. Azərbaycanda müxtəlif metro stansiyalarda mozaika sənətinə rast gəlmək olar. Müxtəlif metro stansiyalarda məlumat yoxdur. Nizami haqqında bir dənə var. Milli qəhrəman Polad Həkimovun mozaikası sərgidə nümayiş olunur. Məlumat var. Bu bizə lazım deyil. Nə qaldı bir dənə? 6-da bu. Ağdam Çörək Muzeyinin mozaikası bərpa olunmuşdur. Bu arada məlumat yoxdur. C variantı. Altdan xətt çəkilmiş sözün kontekstə uyğun mənada. Altdan xətt çəkilmiş ifadə formalarda kəsilmiş, yəni şüşənin kəsilməyi həqiqi mənadadır. Biz həqiqi mənada axtaracağıq. Yağış kəsilmək o mənada deyil. Nədir? Hər yandan gələn gülüş səsləri birdən kəsildi. Mətndəki məna deyil. İllərlə ermənilər torpaqlarımıza qənim kəsilmişdi. Mətndəki məna deyil. Fələyin zülmü kəsilmək bilmirdi. Bu məcazidir. Dostun donun tikilməsi parça kəsildi, yəni kəsmək mənasında işlənmişdi həqiqi mənada. İşarə qoyulmuş hissə hansı cümləni artıraraq mətni genişləndirmək olar? Deyir ki, Bakıda ilk dəfə Nizami metro stansiyasında mozaikadan geniş istifadə olunmuşdur. Rəngarəng mozaikalar metroya xüsusi gözəllik verir. Nizami metrosu 3-4 mərtəbəli tikililər əhatəsində də dəxlisizdir. Azərbaycanda ilk dəfə mozaika burada yaradılıb, bu da olmaz. Sonra Nizaminin xəmsəsindən epizodlar ilk dəfə fırçaya alınır, bu ola bilər. 20-ci əsrdə memarlıq yeni mərhələ başlayır. Mətnlə əlaqəsi yoxdur. Bu mozaikalar xalq rəssamı Abdullah tərəfindən yaradılmışdır. Mozaika rəssam, bu da usta olardı yəqin ki. Sonra 53. Mətnə əsasən hansı sualı cavablandırıla bilməz? Mozaikaların tarixi hansı dövlətlə bağlıdır? Şumerlə var. Şəki Xan Sarayında mozaikaların hazırlanması nədən istifadə olunub? Ağac və şüşə, bu da var. Hazırki dövrdə mozaika sənəti istifadə edilmirmi? Var. Mətnin sonuna yaxın buralarda var. Hal-hazırda da deyir, hal-hazırda da var. Sonra nə qaldı? Şumer dövlətində hazırlanan mozaikalarda nə üçün balıq qulağından istifadə edilirdi? Nə bilək nə üçün istifadə olunub? Mozaika hansı materiallardan hazırlanır? Bu da var. D. Dil mətnində üzərində rəqəm yazılmış hansı sözlər məcazi mənadadır? Burada səhv eləmirəmsə 1-4-dür. Gedək orada baxaq. 1-4-də. Ap-havası vermişdir. Məcazi məna. Yaradılıb. Mozaikalar yaradılıb. Həqiqi məna. Şumer dövləti ilə bağlıdır. Bu da məcazi məna. 1-4. Bəli, doğrudur. 3-ü də tapaq buradan.
3. Bəzədilmək həqiqi məna. 1, 4. Deyir, mətnə əsasən Euler Venn diaqramı orada. Ədəbiyyat və sənət birləşdiyi insan ruhunun dərinə toxunan gözəllik və ahandarlıq yaradır. Aforizm ilə mətnin hansı abzasındakı fikri qüvvətləndirmək olar? Fikrinizi əsaslandırın. Bu da yəqin ki, buradakı Nizami Gəncəvi fikrini, bədii təcəssümünü buranı qüvvətləndirə bilər. Buraya yazsaq qüvvətləndirə bilərik. Beləliklə bu qədər. Başqa burada bir şey yoxdur. Əgər nəsə səhvim varsa da komment hissəsində düzəldərəm. Açıqlarda dedik bu qədər.